Bəli. Bəli. Bəli, şey olsun, özür istəyirəm. Siz deyirsiniz ki, döyüşürlər. Laçın cəmaatı, Laçın əhalisi çox döyüşkən xalqdır cəmaat. Onlara yenə deyirəm, başçılıq eləyən olmadı və birbaşa üzr istəyirəm, açılmayan bir sirri demək istəyirəm burada. Mənim böyük qardaşım vardı, Allah ona qəni-qəni rəhmət eləsin, Kazım kişi. 86 yaşında dünyasını dəyişdi. Bir oğlu da Xocalıda için düşdü, tapılmadı, Asif Kazımov. Deyir ki, mənim qardaşım İmam Peyğəmbər kimi adam idi. Deyir ki, yığıldılar Laçının mərkəzinə, bəyyən insanlara ad çəkməyəcəm. Bilinəcək kimlər deyirim. Yığıldılar, dedilər ki, Laçınla Corusun arasında böyük əməliyyat olacaq. Köçün çıxın buradan, sonra qaydarsınız. Bax, Laçını belə aldatdılar, çıxartdılar. Bu dəqiq olmuş sözdür. Bəlkə adlarını deyək. Adlarını desək, onda gələm burada çıxandan sonra yox olam. Yaxşı, yaxşı. Aydındır. Allah köməyimiz olsun hər halda.